Salam əziz şagirdlər, bugün 23 noyabr OTK imtahanına düşmüş 9-cu sinif suallarına baxırıq. 56-cı sualda gördüyümüz kimi 3 nöqtədən sonra isim gəlir, isim gəldiyinə görə yerlik əvəzliyinin aslı halını yazırıq və ikinci nöqtədən sonra isim gəldiyinə görə hər iki tərəfə yerlik əvəzliyinin aslı halını yazırıq. A variantında Zeyr sıranı pozdu, B variantında Her sıranı pozdu, C variantında Mine sıranı pozdu, D variantında obyekt əvəzliyi lazım deyil, bizə yerlik əvəzliyi lazımdır. Cavab oldu Y variantı. 57-ci suala baxaq. Artikel mövzusuna aid düşmüş sualdır. Bildiyimiz kimi sifət isim gəldikdə, əgər isimimiz sahildən tək olarsa, onun qarşısına mütləq EN artikel yazırıq. EN artikeli bir dənə Y variantındadır, yəni birinci nöqtənin yerinə. İkinci nöqtənin yerinə artikel yaza bilmərəm EN. Səbəb odur ki, bayaq dedik, sifət isim gəldikdə EN artikel yazırıq, amma isim sahildən təkdə olarsa və deməli, ancaq burada isə skills, bacarıqlar cəmdə olduğuna görə biz N artikel işlədə bilmərik. Cavab oldu Y variantı. 58-ci suala baxaq. 3 nöqtədən sonra quantifiers qaydasına aiddir. Books cəmdə olan isim gəlib, ikinci nöqtədən sonra tək gəlib. A variantı çıxdıq. FU-dan sonra bizə cəm isim lazımdır. Buradan mani təklədi. A variantı doğru cavab deyil. D variantı getdi. Səbəb odur ki, allotdan sonra isim gəlməz. Çünki allot quantifiers deyil. C variant getdi. Birinci 3 nöqtədən sonra isim cəmdə gəlməlidir. Matdan sonra cəm isim gəlmir. Qaldım B və Y variantı arasında tərcümə eləməliyəm. Mən çoxlu kitablar ala bilmirəm. Çünki mənim az pulum var. Cavabı oldu B variantı little. 59-cu suala baxaq. Kate'in dostları heç vaxt onunla sıxılmır. Onun dediyində, yəni she. She varsa obyekt əvəzli olaraq biz bildiyimiz kimi prepositiondan sonra həmişə obyekt əvəzli gəlir. Yazırıq her. Onun dostları, yəni kimlər? Onlar. They. Onun da obyekti olur them. She always makes them smile. O onları həmişə güldürür. C variantı doğru cavabdır. 60-cı sual antonim istəyir. Long, uzun, antonimi oldu short, yəni opposite mənası. 61-ci suala baxaq. Possessive case-in yeri çala göstərici bildiyimiz apostrof s və yaxud apostrofdur. Yəni artiklından sonra cəm isim gəlməz. Most cəmdə verib səhvdir. B variantı doğru cavabdır. This author book, müəllifin kitabı. C variantı səhvdir. Səbəb odur ki, uşaqlar, this-dən sonra cəm isim gəlir, also təkdədir. D variantı səhvdir. Biz bildiyimiz kimi kökündən dəyişən isimlərin yerlik halı apostrof sonra s-də düzəlir və əlavə olaraq kökündən dəyişən isimlər S artırmaq olmaz. Y variantı apostrof S-dən sonra ayıncı gəlsə bildiyimiz kimi izin qısası. Cavab oldu B variantı. 62-ci sual. Anons xəbərdarlıq eləmək, yəni kiməsə nəsə demək official-ı. 1-ə oldu A variantı. Guide nəzarət eləmək, bələdçilik eləmək, yəni shows the way, yol göstərmək. 2-yə C variantı. Melt ərimək, yəni maye halında olmaq. Become liquid. Cavab oldu 1A, 2 C, 3 isə B variantı. Oldu 62-ci sualın cavabı D. 63-cü sual adjektivləri istəyir. Uşaqlar, bu tipli sualları yazarkən həmişə şəkilçilərə baxın. B variantı tion, ion şəkilçisi biz bildiyimiz isim düzəldir, getdi. Condition sıranın pozdu, getdi. D variantı village, kənd, nə, isim olduğuna görə getdi. Y variantına form, ferma, getdi. Cavab oldu A variantı doğru cavab. Empty, boş, fluent, səlis, sərbəst, noisy, səs-küylü. 64-cü sual. Biz bildiyimiz kimi mostdan sonra isim gələrsə Z artikel yazılır, sifət gələrsə sifətin üstünlük dərəcəsi olur Z. Birinciyə Z. İnternet deyən single, dünyada bir internet olduğuna görə internetin qabağına həmişə Z artikeli işlənir. Cavab oldu Z. A variantı. 65-ci suala baxaq. Definition'ın mənasını. To help somebody remember. Uşaqlar, yadınızda saxlayın. Bu tipli sözlərdə verilən sualların içərisində cavablarda onun sinonim olur. Remember xatırlatmaq, remind xatırlatmaq. Əgər ümumi məna başa düşməsəz, həmin verilən cümlənin, qəlibin içərisindən bir dənə sözün sinonimi variantlardan tapmaq kifayətdir. 66-cı suala gəldi. İsimlər cərgəsini istəyir. Dediyim kimi şəkilçilər full sifət düzəldən şəkilçidir, virtual sifətdir, organic sifətdir, capable bu şəkilçi sifət düzəldir. Cavab oldu Y variantı. Friendship, dostluq, image, heyədə saç və tük mənasında var. Cavab oldu 66-cı suala Y variantı. 67 tərcümə eləməliyik. If you really want to be successful, əgər sən həqiqətən də uğurlu olmaq istəyirsənsə, sən yaradıcı olmalısan. B variantı. Ani olmazsan, qəribə olmalısan, xeyr, qəmgin olmalısan, kobud olmalısan və yaxud da cansıxıcı olmalısan, uyğunsuzluq var. 68-ci sual.
Biz bildiyimiz kimi mübtəda ayıncı ilə ifadə olunsa xəbər həmişə təkdə işlənir. Carrying təkdə, are cəmdə olmaz. İkinci sual, of ilə bağlanarkən birinci ismə baxırıq. Cəmdə olduğuna görə cəmdə olmalıdır. Word cəmdə verir. Hər şey qaydasındadır. Üçüncü sual, of ilə verdiyinə görə price-a baxırıq. Price təkdə olduğuna görə was da təkdə olmalıdır. Hər şey qaydasındadır. Cavab oldu 2 və 3. 4 yenə səhvdir. Eating təkdə, are isə cəmdə verib. Short tekstlərə gəldik. Sabahınız xeyir şagirdlər. Deməli, Thursday-də riyaziyyat imtahanı olacaq. Zəhmət olmasa 3-cü və 4-cü unitləri oxuyun. Qələm gətirin, kalkulyator gətirin və gec qalmayın. A variantı deyir, uşaqlar kalkulyatorunu istifadə edilməz. Xeyr, deyir, gətirin, deməli olar. B variantı deyir, uşaqlar heç nə öyrənməməlidir. Xeyr, mətndə bildirilir ki, please study unit 3 and 4. Buna görə də bu variant səhvdir. C variantı doğrudur. Deyir ki, uşaqlar on time, vaxtında, yəni don't play, gec qalmayın. C variantı doğrudur. O bir variantlara baxaq. Müəllim uşaqlara qələm verəcək. Xeyr, deyir, gətirin. Y variantı gələn həftə yox, bu həftə Thursday keçiriləcək. 70-ci suala bax. Caution, diqqət. The roads under construction, yol tikinti altındadır. Please use ictimai nəqliyyatdan istifadə edin. Bağlı yerlərə daxil olmayın öz şəxsi maşınlarınızda. Üzr istəyirik bu narahatçılığa görə, anlayışına görə təşəkkürlər. A variantı deyir, artıq bitib. Xeyr, bitməyib. B variantı deyir, heç bir narahatçılıq yoxdur. Xeyr, var. Mətndə çünki bunun opposite fikirləri var. C variantına deyir ki, nəqliyyat vasitələrini istifadə etmək not recommended, tövsiyə olunmur. Xeyr, əksinə deyir, please istifadə edin. D variantı driver, sürücülər icazə verilmir. Bəli, bağlı yerlərə daxil olmalarına icazə verilmir. Private cars. Y variantı deyir ki, heç bir bağlı ərazi yoxdur bu reconstruction görə. Xeyr, çoxlu bağlı ərazilər var və deyir, daxil olmayın. 71-ci sual, hospital announcement. Visiting hours are from 10 a.m. to 6 p.m. only. Ancaq deyir, görüş saatları səhər 10-dan axşam 6-ya kimidir. Zəhmət olmasa otaqlarda quietly, sakit qalın. Wash your hand. Daxil olmazdan əvvəl əllərinizi yuyun. Don't bring flowers. Ərzaq, gül gətirməyin, yemək gətirməyin. Görüş saatlarında uşaqlar qalmalıdır mütləq ədaltlarla, yəni böyük yetkin insanlarla. Thank you for helping us. Bizə təşəkkür edirik bizə kömək etdiyinizə görə. Keep the hospital safe. Təhlükəsiz saxlayın və sakit saxlayın. A variant sən istədiyin vaxt girə bilərsən, xeyr, ancaq 10-dan 6-ya kimi. B variant sən ərzaq, yemək falan gətirə bilərsən, xeyr, gətirə bilməzsən. C variantı dirty hand, tirşlərlərə girə bilərsən, xeyr, girə bilməzsən. D variantı deyir, xəbərdarlıq announcement, elan bizə verir ki, visiting hours haqqında information. Bəli, deyir saat 10-dan 6-ya kimi, nələr gətirə bilərsən, nələr gətirə bilməzsən. Y variantı icazə verilmir, xeyr, icazə verilir, sadəcə valideynləri ən ədaltlarla qalmalıdır. Belə əziz şagirdlər, gəldik böyük mətnimizə. Lüksemburq Qərbi Avropada yerləşən ən balaca ölkədir. Despite the small size, there are some interesting facts that may surprise you. Onun balaca ölçüsünə baxmayaraq çoxlu maraqlı faktlar var, hansı ki səni təəccübləndirə bilər. Var-dövlətinə əsasən, in terms of wealth, var-dövlətinə əsasən, Lüksemburg is one of the rich countries. Yəni, dünyada ən varlı ölkələrdən biridir. Lüksemburg'un deyir, onların əhalisi 2 dəfə artıq qazanır Amerikalılara nisbətən. Lüksemburg is ranked deyir ki, onun ən aşağı petrol qiymətlərinə görə 4-cüdür. İşarəliyək. Bunlar lazım olacaq. Second, ikinci isə number of diesel karslarının sayına görə isə ikincidir. Dünyada ikincidir. Yəni olsa. Amazon headquarters is also situated in Luxembourg. Amazon qərargahları da həmçinin Lüksemburqda yerləşir. There are 3 official languages. 3 dənə official rəsmi dil var Lüksemburqda. And local people speak 3 languages və 3 dildə danışır. Yəni yerli insanlar German, Alman dili, Fransız dili və Lüksemburqun öz dilində. While German and French are often used in administration. Administrasiya istifadə olunur daha çox German və French. Lüksemburq dili isə istifadə olunur harda? Conversation, yəni everyday speaking, gündəlik nitqlərdə. French is used in business. Fransız dili biznesdə istifadə olunur. Hotels, restaurants and cafes. While German və Alman dili isə dominant language media. Yəni mediada, televizorda və qəzetlərdə isə Alman dilinin istifadə olunur. Mətnimizə baxaq. Arxası, the most surprising fact is that Luxembourg offers free public transport. Və başqa deyir, maraqlı fakt odur ki, Lüksemburq təşrif edib pulsuz nəqliyyat vasitələri. The most popular form of transport in Luxembourg is a tram. Tramvaylardır ən populyarı. It was the first country in the world to provide free public transportation. O deyir, ən birinci ölkədir ki, insanları free, yəni pulsuz publiclə provide eləyir, təmin eləyir. Includes train, qatar, tramvaylar və baslar, avtobuslarla təmin eləyir.
72-ci sualda What's a passage mail about? Mətn nə haqqındadır? Mətin one of varsa ümumiyyətlə həmin cavab odur. Yəni ən richest countries-lərdən Avropada richest country cavab oldu. A variantı. B variantı ucuz restoran haqqında danışmır. C variantı transportationdan okey danışır, amma Europe-da yox, xüsusilə Lüksemburqda danışır və əsasən mətn haqqında deyirsə, başdan ayağa həmin şey haqqında danışmalıdır. Danışdığı transportationdan bir cümlə, iki cümlə danışdı. Population danışmadı. Amazon headquarter bir də bir cümlədə çəkirsə, o demək deyil ki, mətn o haqqındadır. 73-cü sualda nə üçün Lüksemburq ikinci second rank? Second necə second idi? Bir dənə baxaq. For the lowest number of diesel car. Diesel karların sayına görə deməli ikinci idi. Cavab oldu Y variantı. 74-cü suala baxaq. According to passage. Düzgün variantları seçməliyik. Transportation is free. Bəli. Pulsuz idi. Əhalisi varlı idi. Yes. Deyir ki, uşaqlar ön qazanmaqda less azdır. Yəni Amerikanizmə az qazanır. Xeyr, Amerikalılar nisbətən çox qazanır. Baxın burada. Earn two times. Yəni 2 dəfə daha çox qazanır. 3 səhvdir. 4-də deyir ki, French is the main language in media. Deyir ki, yəni mediada əsas dil French dili idi. Xeyr, German, Alman dili idi. Cavab 4 də səhv oldu. Cavab oldu 1-2 B variantı. 74-cü sual. 75-ci sual. Luxembourg is commonly used. Harda uşaqlar bu dili harda istifadə olunurdu? Conversation, yəni everyday speech-də. 76-cı suala səhvləri istəyir. Luxembourg is the state in the Western Europe. Yəni Avropanın şərqində yox uşaqlar. Nə harda yerləşirdi? Avropanın Western Europe qərbində yerləşirdi. Ona görə 1 səhvdir. Elə səhvdirsə səhvi götürürəm 1. Public transport consists of trains, trams and buses. Bəli, qatarlar, tramvaylar və avtobuslar əhatə edirdi. 2 düzdür, yəni çıxıram. Luxembourg has different state-lər. Bəli, müxtəlif dillər vardı. 3 dənə dilə saydım, bu da düzdür. Luxembourg is the second biggest country. Uşaqlar, biggest country deyildi. Baxın, birinci cümləmizdə, ikinci cümləmizdə it's small size və small country idi, balaca ölkə idi. Buna görə o da səhvdir. Cavab oldu, doğru. Səhvlər oldu 1-4. Bizdən də səhvləri istəyir. 77-ci sual listingdir. Uşaqlar, listingin deməli audio skriptini indi göstərirəm. Şagirdlər, indi isə düşmüş listingin audio skriptinə baxaq. NAR festivalı haqqındadır. Pomegranate Festival is a special event. Xüsusi bir event tədbirdir, hansı ki insanlar oktyabrın sonunda Göyçayda qeyd edirlər. It also takes place in many places where pomegranates grow, especially in countries like Azerbaijan, Turkey, Iran and India. O həmçinin başqa yerlərdə də ola bilər, yəni hardakı nar becərilir, xüsusilə Azərbaycanda, Türkiyədə, İranda və Hindistanda. The festival is an opportunity to enjoy. Yəni bu festival bir imkan, şansdır ki, sən o təzə narların dadına baxa bilirsən və onların tarixi haqqında və faydalı health benefitləri haqqında öyrənə bilirsən. The main purpose of the festival is to demonstrate, yəni əsas məqsədi festivalın onun faydalarını göstərmək və develop tourism, turizmi, həmin regionlarda olan turizmi inkişaf etdirmək. At a festival, people can taste different kinds of pomegranate dish such as juices, desserts and salads. İnsanlar orada müxtəlif növ nar yeməklərinin, meyvə şirələrinin, salatların tamına baxa bilərlər. There are games, music and dancing, oyunlar, mahnılar, dancing, rəqslər var. Həmçinin festivallarda competition, yarışlar da olur. Such as pomegranate eating or cracking the best pomegranate themed art for. Yəni yarışlar var, hansı ki insanlar nar yeməyi və yaxud da yaratmaq, nar haqqında olan seminar mövzu bir incəsənət yaratmaq. The festival also provides a chance to learn about the importance of pomegranate in the culture and tradition. Həmçinin festival təmin edir bir şans insanlar narın vacibliyini, adət-ənənələrimizdə narın vacibliyini öyrənmək haqqında. In many countries, the pomegranate is a symbol of life and good luck. Çox ölkələrdə nar həyatın və uğurun simvoludur. It plays an important role in many stories and cultures. O deyir ki, böyük rol oynayır, vacib rol oynayır bizim bəzi hekayələrdə və adət-ənənələrimizdə. Baxaq 78-ci sual listing suallarına. 77-ci sual. The passage is mailed about nə haqqındadır? One of the famous festivals. Cavab oldu B variantı. Niyə? Nədən danışır? Nar festivalından danışır. 78-ci sualda məqsədi nə idi? Məqsədi biz buradan gördüyümüz kimi the main purpose of festival demonstrate benefits and develop tourism. Deməli, cavabımız oldu 1. 1 doğru cavabdır. Xüsusi yarışların olması bizim məqsədimiz deyil və turizmin inkişafına kömək olmaq. Cavab oldu 1-3.
Y variantı. Gəldik 79-cu suala. Pomegranate is a symbol of. Nəyin simvolu idi? Biz gördüyümüz kimi burada deyir ki, a symbol of life and good luck. Cavabımız oldu life and good luck. 80-ci sual true false-lara görə ayırmaq. Biz bildiyimiz kimi true və false. Pomegranates grow only. Bir yerdə only varsa mütləq onun cavabı orada bir müəmma var. Deməli səhvləyən ancaq Azərbaycanda olunmur, becərilmir. Hindistanda, Türkiyədə və başqa yerlərdə becərilirdi. Buna görə bir false-dur. Sonra people celebrate pomegranate festival at the beginning. Xeyr, at the beginning yox, at the ending. Yəni oktyabrın sonunda 2 də false olduğuna görə bura yazırıq. The pomegranate is a very important for immense stores and culture. Bəli, çox vacib meyvədir. True. People can taste pomegranate salad during the festival. Bəli, nəinki salatlar, həmçinin dizörtlər və dişlər də dadına baxa bilərlər. Deməli 3 və 4 true, 1 və 2 isə false cavablardır.